mən Tural Sadıqlını müsahibim olaraq seçdim və ondan xahiş etdim ki, bizim suallarımızı cavablandırsın. Axşamınız xeyir Tural bəy. Bizim qonağımız olduğunuz üçün və bizim müsahibə istəyimizə razılıq verdiyiniz üçün öncə təşəkkür edirəm sizə. Axşamınız xeyir, Sevinç xanım, axşamınız xeyir, bizi izləyənlər. Mən ümid edirəm bizim söhbətimiz çox rəvan və rahat baş tutacaq. Çünki siz də eks-yeni müsavatçılardan sayılırsınız. Sizin də yazılarınız yeni müsavatda dərc olub. Bir baxıma biz həm də həmkar da sayıla bilərik və bir-birimizin sözlərini, dediyimiz fikirləri rahatlıqla anlaya biləcək durumdayıq, ümid edirəm. Təbii ki, şübhə etmirəm. Laf yaxşı. Tural bəy, bax, öncə ondan başlayaq ki, son zamanlarda mühacirətdən bir dalğa gəlməyə başladı. Bu, daha öncə də mühacirlər, Azərbaycandan kənarda yaşayan Azərbaycanlılar, mühacirlər mübarizə aparırdılar, aksiya keçirdirdilər, öz mövqelərini, fikirlərini bildirirdilər. Amma son bir neçə ayda sanki bu mübarizənin belə deyək, istiqaməti dəyişdi. Və bu mübarizə daha çox bir qədər sərt tonlara keçməyə başladı. Daha aqressiv tonlarda, söyüş ritorikasında davam eləməyə başladı. Öncə bundan başlayaq. Niyə bu üslub seçildi? Mən konkret həm də yəni sizi qəsd edərək demirəm, amma ümumilikdə görünən mənzərə odur ki, niyə üslub birdən-birə dəyişdi, mübarizə üslubu? Mən tamamilə bunun əleyhinəyəm, bu əksinəyəm. Daha doğrusu bu bizə bu ittiham irəli sürülməsin ki, biz söyüş söyürük. Şəxsən mənim, kimsə, heç bir kəs mənim haqqımı deyə bilməz ki, Tural kiməsə hər hansısa bir əxlaqsız söz işlədib və yaxud da təhqir və yaxud da söyüş. Bu kimi mənim danışığımda heç zaman ifadə olunmuyubdur bunlar. Kimdəsə varsa ortalığa qoysun. Baxmayaraq ki, haqqımızda Xəzər TV-sindən tutmuş, sizin Yeni Müsavat qəzetində nə qədər yazılar gedir, adlarımız çəkilir ki, biz söyüş söyürük. Amma bir faktı ortalığa qoysunlar ki, və yaxud da sizin qəzetiniz və yaxud da Xəzər TV və yaxud da ki, digər media qurumları, hansı ki, yəni hakimiyyətin mövqeyini nümayiş etdirən yazılar və yaxud da yayımlar gedir orada. Birini ortalığa qoysunlar ki, məsəl üçün Tural Sadıqlı, sən bunu demirsən. Bu da söyüş hesabı olunur. Yoxdur axı belə bir şey. Mən düşünürəm ki, bu bizi sadəcə başqa vasitələrlə, məsəl üçün ailələrimizi həbs edirlər, fəaliyyətimizi dayandırmaq üçün bu alınmır və yaxud da ki, başqa ittihamlar irəli sürürlər, alınmır, əlləri bizə çatmır, cibimizə narkotik ata bilmirlər Avropa ölkələrində. Bunları alındıra bilmirlər və məcbur bizi ləkələməyə çalışırlar və bu adımızı da söyüşçü qrup təbəqə kimi çıxardırlar. Yəni bu yol verilməzdir. Mən heç zaman söyüş söyməmişəm. Nə mənim əxlaqıma, nə tərbiyəmə, nə təhsilimə uyğun olan bir davranış yolu, metodu deyil, nə də mübarizə üsulu deyil. Tural bəy, konkret əgər yəni söhbət sizdən ümumən axı mühacirlərin mübarizə taktikasından danışırıq və deyirik ki, son vaxtlar aktivləşən bir dalğadır. Yəni konkret sizin üzərinizə fokuslamaq istəmirik. Amma ümumilikdə bu mübarizə formasının özündən, yəni ayaq yoluna şəkil yapışdırmaqdan tutmuş, deyilən ailə yaxınlarına, yəni deyilən təhqirlərə qədər siz bunları təhqir hesab etmirsinizmi? Yəni konkret sözlər siyasi mı var ki, bunlar olanda təhqir hesab olunmalıdır? Axı dediyim kimi sırf ifadələrə əgər takılsaq, türklər demişkən, onda tamam başqa. Amma dediyimiz o davranışlar, o hansılar ki, heç də məsələn, sıravi Azərbaycanlılar tərəfindən də bir mənalı qəbul olunmur. Ümumiyyətlə qəbul olunmur ki, yəni xarici ölkədə oturub Azərbaycan dövlətini təhqir etmək, tutaq ki, xaricilərin gözü qabağında dövləti, onun atributlarını aşağılamaq xoş hərəkət deyil. Bunun özünün nəzər salanda hesab eləmirsinizmi ki, yəni konkret sözlərdən, ifadələrdən söhbət getmir. Davranışın özü də təhqir hesab oluna bilər. Doğru buyurursunuz və bir neçə dəfə bəzilərində şahid olmuşam ki, yəni məsələn, ayaq yoluna və yaxud da zibil qutusuna kimlərinsə şəkillərini yapışdırıblar. Amma yenə deyirəm, mənim fəaliyyətimdə elə bir şey olmayıbdır. Kimsə o videonu və yaxud da şəkili göstərə bilməz ki, Tural ayaq yoluna və yaxud da ki, bir yerdə bir yerlərə kiminsə şəklini yapışdırıbdır. Mən bunu etməmişəm. Kimlərsə də edibdirsə, ona qarşı mən əks fikir bildirmək istəmirəm. Nəyə görə? Çünki həmən adamların bəzilərini mən başa düşürəm.
Elə adamlar var ki, onların ailələri, yəni mən indi ad çəkmirəm və yaxud da konkret yəni fikrimdə kimsə də yoxdur. Amma başa düşə bilirəm mən onları. Nəyə görə? Onların ailələri əvvəllər bu adamlar sakit, dinc mübarizə üsulundan istifadə etdiyinə görə, sadəcə danışdığına görə, tənqid etdiyinə görə ailələri Azərbaycanda təzyiqə məruz qalıbdır. Uşağı, körpəsi, qadını, yaşlısı bunlara baxmayaraq polis bölmələrinə aparılıbdır və qızdırmalı uşaqlar aparılıbdır. Orada təhqirlər edilibdir. Bəs bu təhqirlərin qarşısında, yəni Azərbaycan hökumətinin, iqtidarın əlində böyük mühafizə orqanları var, güc strukturları var, polis sistemi var. Bunlar onu edə bilirlər. Bu insanın qarşılığında, bu əməllərin qarşılığında bu insanlar, bu mühacir nəsə bir adekvat cavab verməlidir də içindən ağrısını biraz kənara atsın. Axı onların etdiyinin qarşısına bu həmin o polisi tuta bilmir, həbs edə bilmir və yaxud da o polisə əmr verənləri, sərəncam sifariş verənlərə qarşı bir şey edə bilmir, acizdir. Nə etməlidir bu? Adam adekvat nələrsə axtarmağa çalışır və əvəzini çıxmaq istəyir. Ona görə də mən onları heç də yəni anormal və yaxud da ki, onlar doğru etmirlər deyə bilmərəm. Yəni mən bunu deyə bilmərəm. Amma özümün fəaliyyətim də, yəni ailəmi aparıblar, atamı da, qardaşımı da neçə dəfə həbsdə olubdur. Bunu etməmişəm mən. Yəni kimsə də edibsə, onun əleyhinə çıxmıram mən. Yəni amma mübarizə elədir ki, yəni sizin mühacirlərin mübarizəsi, yəni bir qrup mühacirlərin hamısına aid etmirik. Çünki bəziləri də var ki, qəbul etmirlər bu mübarizə formasını, ona da qayıdarıq. Onlar da açıqlama veriblər artıq. Yəni amma sizin bu mübarizə aparan bir qrup mühacirin adı ümumiləşdirilir. Yəni onların apardığı mübarizə metodu da ümumiləşdirilir. Yəni ortaq bir yol tapmaq mümkün deyilmi? Bax məsələn siz söyüşün əleyhinəsiz, özünüz təhqir etməmisiniz. Mən onu da bilirəm və suallarımda da zaten sizə yönəlik bir şey yoxdur ki, siz etmisiniz, faktlar da yoxdur açığı. Çünki sizin timsalınızda elə bir təhqir nümunəsi görməmişəm. Amma əgər birgə mübarizə aparırsınızsa, ortaq bir mübarizə variantı, hər iki tərəfin qəbul edəcəyi bir mübarizə variantı tapmaq mümkün deyilmi? Ki sonradan sizə qarşı çevrilməsin. Daha, yəni belə deyək də, haqlı ikən haqsız duruma düşməyəsiniz. Belə deyim, biz Avropada yaşayan mühacirlər hər hansı bir nizamnamə əsasında fəaliyyət göstərən bir təşkilatın üzvü deyilik biz. Mən də o təşkilatın tərkibində hansısa bir məsələ qaldıram və yaxud da nizamnamə ilə kiminsə cəzalandırılmasını və yaxud da bu fəaliyyət metodunun geri çəkməsini tələb edən və s. İnsanlar burada azaddırlar, azad fəaliyyət göstərirlər. Dediyim kimi, təşkilat yoxdur ki, o təşkilatda biz kiməsə əsas qaldıraq. Yəni, mənim edəcəyim bir şey deyil o. Yəni, yenə deyirəm, Azərbaycan hökuməti bu insanlarda başqa çıxış yolu buraxmır. Biz dinc mübarizə aparırıq, danışırıq. Məsəl üçün, bizim etdiyimiz əsas fəaliyyət danışmaqdan ibarətdir. Və yaxud da haradasa çıxıb etiraz etməkdən ibarətdir. Yəni, etiraz aksiyası keçirməkdən ibarətdir. Əgər bu etiraz aksiyası keçirmək qanunlara ziddirsə, Avropa dəyərlərinə və Avropa qanunlarına, hansı ki, Azərbaycan hökuməti Avropa Şurasının üzvüdür və s. Tətbiq etməyə çalışır Azərbaycanda həmin dəyərləri, demokratik dəyərləri. Onda bu ölkələr həmin o etiraz aksiyalarında polislər iştirak edir, nəzarət edirlər. Hətta əvvəlcədən deyirlər ki, filan sözlər işlətmək olmaz, filan demək olmaz, filan hərəkəti etmək olmaz, biz də razılaşırıq. Yəni, etikadan kənar və yaxud da ki, təhqir və yaxud da ki, necə deyim, başqa bir şeylər olsa, o polislər bizə onun iradını bildirərlər. Və bizim dediyim, yəni biz danışırıq, tənqid edirik. Onlar da eyni qaynada Azərbaycan hökumətinin təmsilçiləri, deyək ki, tabeliyinə ki, media qurumları bizə qarşı eyni üsuldan istifadə etsinlər. Yalnız danışmaq, tənqid etmək, bizim məsəl üçün yalanlarımız varsa ifşa etmək, oğurluqlarımız varsa ifşa etmək, nə bilim, və s. və ilaxır. Bunları faktlarla ifşa eləsinlər, biz də bundan razılaşaq. Axı biz danışdığımızın qarşılığında bizim ailələrimizə təzyiq edirlər, tuturlar. Bu dinc mübarizə deyil. Yəni, Azərbaycan iqtidarının təmsilçiləri bizə qarşı daha sərt, daha barışmaz, daha belə yəni qəddarcasına fəaliyyət göstərir, mübarizə üsulunu istifadə edir. Bizə qarşı deyirlər, yəni prezidentin köməkçisi qeyd edir ki, onlara qarşı müharibə elan etmək lazımdır. Digər bir onların, məsəl üçün, jurnalisti hakimiyyətin
yəni maraqlarına xidmət edən jurnalist gəlir Amsterdamın ortasında qeyd edir ki, onları burada zibil vedrələrini atmaq lazımdır, yerləşdirmək lazımdır və ona prezidentin köməkçisi də onun qarşısında da eşidir onu və digərləri deyir, onları ekstradisiya etmək lazımdır, başlarına torba keçirib gətirmək lazımdır. Bunlara bu, yəni qəddar çağırışları Azərbaycan hökumətinin təmsilçiləri deyirlər bizə qarşı. Ya bu qəddar üsluba keçid mərhələsi, yəni birinci silahdan birinci atəşi açan kim oldu? Yəni mübarizə forması gedirdi, sizlər çıxış edirdiniz, onlar adekvat cavab verirdilər və birdən dediyim kimi rənglər tündləşdi və yəni siz təkcə hansısa bir məmuru təhqir etməkdən daha çox Azərbaycanın dövlət atributlarının siz deyərkən ümumi mən nəzərdə tuturam, lütfən özünüzə götürməyin. Yəni Azərbaycanın dövlət atributlarına olan sayğısızlıqdır daha çox qıcıqlandıran həm cəmiyyəti, həm ayrı-ayrı fərqlər. Bayraqdan söhbət gedir. Aha. Məsələn, o misalı göstərir mənə. Kim o bayrağı təhqir edibdir? Bayraq da təhqir olunub, dəfələrlə nümunələr var. Yəni zibil qutusuna şəkillər yapışdırılma və s. Bu artıq fərdlərdən çıxır və Azərbaycanın... Bayraq axı olmayıbdır, kim eləyibdir? Kim mənim bayrağımı zibil qutusuna və yaxud da ki, natəmiz bir yerə atsa, mən özüm onun cavabını verərəm, özə sərt şəkildə. Onu kim edibdir ki? Elə bir şey olmayıb. Yaxşı, zibil qutusunla bağlı olan element, həmin o detal, yəni bu haqlı çıxarırmı sizi? Sizi deyərkən söhbət mühacirlərdən gedir. Yəni şəkil yapışdırmaq, üzr istəyirəm, unitaza şəkil qoymaq, bunların hamısı çox aşağı səviyyədə olan, yəni mübarizənin tamamilə plankasının aşağı salınması demək deyilmi sizcə? Mən dediyim kimi elə bir şeylər etməmişəm. Kimsə də edibdirsə, etməməyini istəyərdim. Amma edibdirsə, yəni onu mən əleyhinə və yaxud da onu mən qınaya bilmərəm. Çünki mən olub elə bir adam olub, qınamışam onu, özünə şəxsi demişəm ki, yəni bunu bəlkə etməyəsən, niyə belə etmirsən ki? O da mənə sadalayıbdır. Mənim ailəmin başına falan şey gətirdilər, mənim ailəmin başına falan şey gətirdilər. Anamı falan yerə apardılar, xəstə vəziyyətdə falan şeyləri etdilər. Mən cavab verə bilmədim ona. Yəni, siz necə cavab verərdiniz? Mən ona cavab verə bilmədim. Yəni, ondan sonra qınaya bilmədim onu. Yəni, necə hesab edirsiniz? Bu hansı formaya qədər, hansı mərhələyə qədər bu formada davam eləyəcək mübarizənin bu yolu? Yəni, rənglər daha da tündləşəcək, yəni hər kəs bir çıxış buradan olacaq, o birisi daha plankanı yuxarı qaldıracaq. Sizin təxminləriniz necədir? Siz düzdür, sivil mübarizə yolunun tərəfdarsınız, danışığınızdan da, davranışlarınızdan da o hissi olur, amma hamıya da cavabdeh deyirsiniz və hamını da kontrol eləyə bilməzsiniz, nəzarət eləyə bilməzsiniz. O halda yəni düşüncəniz nədir, proqnozunuz nədir? Bunu nə vaxta qədər və necə davam, yəni hansı səviyyəyə qədər davam eləyəcək bu formada? Baxın, Azərbaycanda bir iqtidar var, bir də iqtidarı bəyənməyən və onun siyasətinə, fəaliyyətinə qarşı çıxan, tənqid edən qüvvələr var, insanlar var, şəxslər var, qurumlar var, deyək ki. Normaldır bu. Amma Azərbaycan hökuməti də bunu normal qəbul etməlidir. Qəbul etməlidir ki, mən hakimiyyətliyəm və dünyanın bütün sivil ölkələrində normaldır, onun müxalifəti olmalıdır. Və müxalifət də ağzından su alıb oturmayacaq da, oturmamalıdır. Təbii ki, əgər o hökumətin ağzına su alıb oturacaqsa, onda hökumətin demək ki, fəaliyyətini, siyasətini bəyənir. Bunu gərək ilk öncə Azərbaycan hökuməti anlamalıdır ki, ona qarşı tənqidi çıxışlar edənlər, onun əleyhinə yazı yazanlar, ona qarşı etiraz aksiyası keçirənlər cəzalandırılmamalıdır, sərbəst buraxılmalıdır, rahat buraxılmalıdır və islahatlar etməlidir bu sahədə və yaxud da deyək ki, demokratik seçkilər keçirməlidir və yaxud da deyək ki, digər sahələrdə islahatlar etməlidir, partiya sahəsində, yəni vətəndaş cəmiyyətinin formalaşması sahəsində, qeyri-hökumət təşkilatlarının fəaliyyətinə maneələr yaradılmama sahəsində bunları gərək o etməlidir ki, və o da öz oponentlərindən, o da öz müxalifətindən daha sivil formada mübarizə gözləsin. Belə deyək, təəssürat bundan ibarətdir ki, Tural bəy, ki bu konkret verilmiş bir tapşırığın həm də belə deyək də icrası ola bilər. Çünki ölkədə dediyim kimi siyasi aktivlik baxımından, siyasi durum baxımından, yəni son 4-5 ildən fərqli xüsusi bir durum yox idi. Amma birdən-birə bu hərəkətlənmənin hansısa bir komanda ilə əlaqəsi ola bilərmi? Komanda deyərkən komanda verilməsindən demək istəyirəm. Əlaqəsi ola bilərmi? Qətiyyən, mən başa düşürəm siz nəyə eyham vurursunuz. Yəni hər hansı bir
Avropa ölkəsinin və yaxud da Qərb dairəsinin bizə təlimatı və yaxud da ki, hərəkətləndirməsi elə deyil, qətiyyən belə deyil. Yaranan şübhələr odur da, yazıların bir çoxlarında da o məqam vurğulanır, o bir arqument kimi səsləndirilir. Mən istəyirəm sizə tribuna vermişkən həmin o arqumentlərə də cavab vermiş olasınız. Tamamən əsassızdır. Bu yalnız bir iddiadır, yalnız bir fərziyyədir, onların ehtimallarıdır, təxəyyülləridir. Belə bir şey yoxdur. Mən heç bir qurumdan heç bir göstəriş ala bilmərəm öz vətənimdə bir iş görmək üçün. Mən öz vətənimdə bir iş görə bilərəm, hansı vəzifəni tuturamsa, özümdən yuxarı orqanın tapşırığı ilə onu edə bilərəm, əgər bir vəzifə tuturamsa. Yoxsa mən hər hansı bir xarici qüvvənin tapşırığı ilə, istəyi ilə vətənimdə hər hansı bir işi mən həyata keçirmərəm. Əsla bu mənim vicdansızlığıma mənasını verir. O zaman mən əzlaf insan olaram. Mən Azərbaycanda nə istəyirik axı biz? Biz Azərbaycanda nə istəyirik? Azərbaycanda demokratiya istəyirik, insanların azad yaşamasını istəyirik. Orada mənim ailələrim yaşayır, orada mənim qohumlarım yaşayır, orada mənim duz-çörək kəsdiyim insanlar yaşayır. Yəni bu bəs etmirmi ki, mən öz fəaliyyətimi vətənim üçün, vətənimin yaxşı olması üçün qurum, o istiqamətdə qurum. Bu mənə bəs eləyir. Bəlkə bu ittihamı irəli sürənlər onlar üçün düşündükləri puldur, paraldır, hər şey bundan ölçülür. Xeyr, mənim üçün elə onunla ölçülmür. Mən Avropada yaşayıram və Azərbaycanda yaşadığım durumla bunu müqayisə edirəm. Görürəm ki, yox, insanlar başqa cür yaşayırlar. Vətəndaşlara dövlət hansı qayğını göstərir? Vətəndaş dövlətin bu qayğısından ilhamlanaraq öz dövlətinə hansı rəğbəti davranışını göstərir? Bunları görürəm. Mən də istəyirəm, mənim də dövlətimdə, mənim də vətənimdə eyni hal baş versin. Onların pulları oğurlanmasın, məmurlar özbaşınalıq etməsin, vətəndaş məmur qapısına getdiyi zaman qovulmasın, itələnməsin, şəhid anası, nə bilim, banklara borcu olmasın, borcu olduğuna görə, nə bilim, özünü yandırmasın, nə bilim, bu kimi hallar axı var. Mən bunları görüb susa bilmirəm. Tamlar da var, səslənir ki, risk komandaya verilə bilməz, belə bir şey mümkün deyil, amma xarici qüvvələrdən maliyyələşmə iddiaları var ki, yəni bunun yəni təkcə 3-4 nəfər öz maliyyə hesablarından bunu edə bilməzlər, mümkün deyil, bunun üçün bir vəsait lazımdır, bir mənbə lazımdır və s. Belə bu ittihamların da cavabını sizdən almaq istəyərdim. Ümumiyyətlə, maliyyəniz hardandır? Həqiqətən də bu işlər üçün böyük maliyyələr tələb olunurmu? Gördüyünüz, keçirdiyiniz aksiyalarla, gördüyünüz proseslərlə bağlı, mübarizə işlərlə bağlı böyük maliyyələrə gərək varmı və maliyyəniz hardandır? Bu bizim gördüyümüz işlər dediyiniz kimi bir çıxışlardır, məsəl üçün yayımlar, videolar və s. Hansı ki, indi məsəl üçün birini biz həyata keçiririk. Siz də evinizdə oturmuşsunuz, mən də evimdə oturmuşam. Siz də telefonla danışırsınız, mənim də telefonum var, eyni, mənim də evimdə internetim var, bunu həyata keçiririk. Yəni buna əlavə maliyyə ehtiyac varmı? Bunu qoyaq qırağa. Olsun aksiyalar. Aksiyalar da hər gün baş vermir, hər həftədə baş vermir. Öz yaşadığım şəhərdən məsəl üçün 3 nəfəri götürürəmsə, onlar da benzininin pulunu verir və gedib gəlmək mənim üçün 20 evro pul edir, məsəl üçün 20 evro, 30 evro. Bu da Avropanın bir ölkəsində böyük bir məbləğ hesab olunmur. Maaşın 1000-1500 avro olursa, sənin məsələn ayda bir dəfə harasa başqa bir şəhərə getmək, yəni imkanın, şansın olduqca yüksəkdir. Yəni vətən sevgisi, vətənin yaxşı olmasını görmək istəyidir bütün bunlar. Yəni mən öz adımdan və bir neçə nəfər dediyim insan adından bunları çıxış oluyor deyə bilərəm, əminliklə deyim. Yəni əlavə pula ehtiyac yoxdur. Hələ də ki, üzr istəyirəm, hələ də ki, bizi ittiham edirlər ki, ermənilərdən maliyyələşirlər. Hələ də ki, məni öz torpağımdan, Qarabağdan, Ağdamdan çıxardan ermənilərdən, şərəfsiz ermənilərdən mən gəlin pul alım. Mən Ağdamlıyam. Xocalının şəhidlərini öz gözümlə görmüşəm mən. Gətirilib Ağdam məscidində yuyulduğu zaman məktəbdən qayıdırdım mən. O yolun üzəri hər dəfə mən məscidin yanından keçib gedirdim. Maşınlardan həmən meyitxanaya, ölü yuyulan yerə daşındığı zaman mən onları öz gözümlə görmüşəm. Mən necə şərəfsiz ermənilərdən pul ala bilərəm, onlardan maliyyələşə bilərəm? Bu ermənilərə sərf eləmir ki, Azərbaycanda demokratiya olsun. Mən əksinə, mən necə ermənilərdən pul ala bilərəm ki,
26 fevral günündə, Xocalı günündə və digər günlərdə onların səfirliklərinin qarşısında etiraz aksiyaları keçirirəm. Uşaq qatili deyirəm. Sarkisyan Berlinə gəldiyi zaman onun qarşısına biz çıxmışdıq, ona terrorist deyirdik. Yəni, bunlar absurd fikirlərdir. Aydındır. Tural bəy, bax, Avropada çoxlu sayda mühacirlərin sayı çoxdur, yetərincə çoxdur. Almaniyada olsun, daha çox da Almaniyada məskunlaşanların sayı üstünlük təşkil. Yəni, bununla bağlı, yəni çevrəniz isə amma o saya müvafiq, o yəni saya baxanda müqayisə ilə daha kiçik görünür. Yəni sizin çevrəniz mübarizə aparanların, aksiya keçirənlərin, bu metodla mübarizəyə qoşulanların. Yəni bunun səbəbi nədir sizcə? Yəni gələnlərin böyük əksəriyyəti Avropaya gələnlərin böyük əksəriyyəti ümumiyyətlə Azərbaycan və Azərbaycan davasını unudublarmı? Yoxsa belə deyək də sizin apardığınız mübarizə formasını qəbul etmirlər? Bilirsiniz, Azərbaycanda necə insanlar siyasi proseslərə qoşulursa, burada onun yarısını qoşulur. Azərbaycanda kütləvi etiraz yaranmalıdır. Maarifləndiririk ki, siz daha yaxşı yaşayışa sahib ola bilərsiniz. Siz hüquqlarınız tapdalanmaya bilər. Mallarınız oğurlanmaya bilər. Müəllimin, sənin maaşın 200 manat olmaya bilər, 1000 manat ola bilər. Həkimin eyni ilə də. Polis, sənin maaşın 500-700 manat olmaya bilər və sən xalqına qarşı duminka işlətməyə bilərsən. Sənin maaşın 1500 ola bilər və sən öz əməlindən utanmaya bilərsən. Öz ailənə çörək apardığın zaman, maaş apardığın zaman fərəhlə onu övladına yedizdirə bilərsən. Biz insanlara bunları, bu fikirləri aşılamağa çalışırıq, maarifləndirməyə çalışırıq və biz düşünürük ki, insanlar artıq o zaman yetişəcək ki, kütləvi şəkildə anlayacaqlar ki, bəli, bunları dəyişmək lazımdır, bu iqtidarı dəyişmək lazımdır, yenisi ilə xalqın hakimiyyətini qurmaq lazımdır